Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U10 Liqası 23-cü turun görüşü Neftçi Sabah qarşılaşmasını sizlərə təqdim edirik. Ümid edirik ki, bugün hər iki komandanın ifasında gözəl futbol izləyərik. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə bizlərə qonaq komanda Sabah göstərilib. Onların heyəti belədir, qarşılaşma artıq başladı. Qapıda 1 Əli Fəttazadə, 4 Yusif Daşdemirov, 2 Ruhit Hüseynli, 5 David Qəhrəmanov, 7 Məhəmməd Haqverdiyev, 9 Mironur Əlili, 15 Ömər Məmmədxanov. Baş məşqçi Məhərrəm Müslümzadə. Bu sabahın hal-hazırda meydanda çıxış edən 7 oyuncusunun adlarıdır. İndi isə Neftçidə Əli bir qədər risk götürməkdir, amma hər şey burada Sabah üçün yaxşı qurtarır. Qapıda 1 Mirzə Babayev, 2 Kənan Paşayev, 7 Sunay Mirzəyev, 8 Əli Əliyev, 9 Oktay Vəlisoy, 10 Kapitan Ayxan İsmailov, 13 Rəvan Əmrağov. Baş məşqçi Xalid Bayramov. Digər oyuncularla da sizi tanış edirəm. 12 Yunis Babayev, qapıcıdır. 5 Əkbər Əliyev, 6 Davud Xəlil, 15 Əli Nuri, 16 Əhməd Hacıyevdir. Sabahda ehtiyat oyuncular skamyası bir qədər genişdir. Onlarla da sizi tanış edəcəm. 99 Nihat Əlizadi, 3 Yusif Daşdemirov, 11 Raul Aslan, 77 Mehdi Qocayev geriyə doğru ötürmə. Realda pressing. Əli Əliyev topu rəqibdən oğurlamağı bacar. Qapıya zərbə və topu qapıdan keçirir. Görüşün ikinci dəqiqəsində Əli Əliyev sanki bu senaryonu özü yazmışdı. Topu Sabah futbolçusu qapıcı ötürərkən hücumun topun qarşısını kəsir. Təkrarı bir daha izləyirik. Sürətə baxın. Və qapıcıdan öncə Əli Əliyev topa yetişir. Topu saxlayır və daha sonra sol ayağı ilə yaxın küncə dəqiq zərbə indirir. Rəvan, Mironur, Sunay, ötürməsi Oktay ilə oynuyor. Oktay sağda və indi hakim davam edir içəriyə doğru ötürmə. Qapıcı topu əlindən buraxır, amma bəli, ikinci cəhətdə Əli Fəttazadə topu ələ keçirir. Dərhal da oyuna daxil edir. Ömər, Mironur, Yusif boş mövqedir. Qapıya zərbəsi və hesab bərabərləşir. 2 dəqiqə sonra Yusif Daşdemirov Mironur əlinin ötürməsini dəqiq tamamlayır. Ömər, Mironur və Yusif. Artıq görüşün 4-cü dəqiqəsinə qarşılıqlı qollar izləmişik. Təkrar da bizə bir daha təqdim olundu. Ömər, Rəvan ondan topu alır, irəliyə doğru ötürmə. Oktay, qapıya zərbə, top dindən qayıdır. Hücum davam edəcək. Oktay, Ruhit topu qarşılayır və out. Cəlmə zərbəsini Ruhit Hüseynli yerinə yetirəcək. Sol ayağı ilə qapıya zərbə və top qapının üstündən keçir. Qüvvətli zərbələrinin gözəl qollarının şahidi olmuşuq. Ruhit bu dəfə outdan topu oyuna daxil edəcək. Onu meydanın istənilən nöqtəsini görmək mümkün. Mironur Əlili qapıya zərbəsi və uzaq küncə dəqiq zərbə indirir. Sabah geri dönüş edir. Ruhit'in ötürməsindən sonra Mironur Əlili topu bu cür qapıdan keçirir. Əli Ruhit'le oynuyor. Ömər ötürdü. Mikail'den yerindən Ömər və gözəl gol vurulur. Ömər Məmmədxanov gözəl zərbə ilə gözəl gol vurur. Mikail Əliyevin məhsullar ötürməsində qeyd etmək lazımdır.
Golun təkrarını izləyirik. Gel. 27 nömrəli oyunçu Vaqif Babayevdir. Üzr istəyirəm. Out. Ali, görmədiyin yerə topu atma. Outdan Neftçi topu oyuna daxil edir. Oktay'dan ötürmə və Sunay topu qapıdan keçirir. Sunay Mirzayev Oktay Vəlis oyun ötürməsini dəqiq zərbə ilə tamamlayır. Görüşdə 5 gol vurulub. Hələ ilk hissə başa çatmayıb. Hər iki komanda ilk hissədə gözəl oyunla yadda qalır. Hakim Cavanşir Hüseynlidir, onu da sizin diqqətinizə çatdırım. Ruhi irəli oynuyor. 4 nömrəli oyuncu Yusuf Daşdamirov bizlərə göstərilib. Outdan Kenan Paşayev. Geriyə ötürmə bir qədər Ruhit yaxşı oynayır bu epizodda. Və beləliklə hakim ilk hissənin başa çatdığını bildirir, qısa fasiləyə ayrılır. Alişka, yaxşıdır. Nə vaxtsız yox olsun. Bir daha hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər, artıq ikinci hissə start götürür. Sabah Neftçi oyununda ilk hissədə qapılara 5 gol vuruldu. Hər iki komanda yaxşı oyunla yadda qaldı. Ümid edirik ki, ikinci hissədə də ilk hissədəki oyunun davamını izləyə biləcəyik. Raul Aslan içəriyə doğru ötürmə etməyə çalışırdı. Qarışıq bir vəziyyət yaranıb. Neftçi müdafiəçiləri topu uzaqlaşdırmağa çalışdığı bir vaxtda qapıya daha bir gol vurulur. 7 nömrə Məhəmməd Haqverdiyev topu qapıdan keçirir. Sabah ikinci hissəyə qolla başlayır. Necə ki ilk hissədə Neftçi oyuna qolla başlamışdısa. Müdafiəçilər burada topu uzaqlaşdıra bilmir. Məhəmməd Haqverdiyev isə bu qarşılıqda maksimum yaralanır. Hakim, bəli, qayda pozulur. Rəvan Əmrahova qarşı hakim Cavanşir Hüseynli qayda pozuntusu qeydə alır. Gəlmə zərbəsindən Neftçi oyuncuları topu oyuna daxil edəcək. İkinci hissədə Davud Xəlili oyunda görürük. Eyni zamanda Əli Nuri də meydana da Əkbər Əliyev. Gəlmə zərbəsini 6 nömrəli oyuncu Davud Xəlil yerinə yetirəcək. Hakimdən işarə gəl, Davud topa yaxınlaşır, qapıya zərbə və gözəl gol vurulur. Cəlmə zərbəsindən fantastik bir qola imza atır. Nihat topu oyuna daxil etməyə çalışır. Məhəmməd topu meydanda, bəli, saxlaya bildi, içəriyə doğru ötürmə, amma burada Sabah oyuncularından topa toxunmaq mümkün olmur. Raul hücum bir qədər ləngidi Mironur. Ötürmə və qapçı. Yunis bu epizodda yaxşı oynayır. İkinciden zərbə ilə Raul Aslan topu oyuna daxil edəcək. Yerlə ötürmə Ruhid içəriyə və qapıya zərbə vurur. Təhlükəli alınır. Yunis Babayev topu oyuna daxil edir. Davud irəli oynayır. Əli Nuri. Əli Nuri çevrildi. Gözəl hərəkətlər. Əli Nuri hələ ki topladı. 2 rəqibini keçməyə çalışırdı. Neftçi hücumunu davam etdirəcək. Əhməd
Hakim devam dedi. Onun fikrine göre bu epizod her şey qaydalar çerçevesinde baş vermişti. Mehdi Qocayev. Ruhit cərimə zərbəsindən və top canlı sətləyərək meydana tərk edir. İkinciden zərbə ilə Ruhit Məhrəm əlinə bu fikirdədir ki, Ruhit topu oyuna daxil etsin. Ümumilikdə həm cərimə zərbələri zamanı, həm də standart vəziyyətləri biz Ruhit Hüseynlini topun gerisində görürük. Bir əlini havaya qaldırır, içəriyə doğru ötürmə edir. Mikail istiqamətində indi Neftçi futbolçuları yoxlanılmır. Qapıya o qədər də təhlükə olmayan zərbə indirilir. Babayev topu oyuna daxil edəcək. İrəliyə oynuyor. Və indi topla yaxşı qurtarır. Sunay topladı, ötürməsi əli istiqamətində əli, amma qapçı Nihat üzr istəyirəm. İlk növbədə topa o yetişir. Yusif və top artığı meydanı tərk etmişdi. Cərimə zərbəsini Sabah oyuncuları yerinə yetirəcək. Top qapının üstündən keçir. Hakim də artıq saatına baxdı. Belə görünür, görüşün artıq sonlarına doğru gedirik. Vaxtı tutarır. Hər iki komanda bugün meydanda yaxşı mübarizə apardı, amma rubrika sahib qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Daha bir ideal ötürməyə qapçı. Hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Neftçidən 8 nömrə Əli Əliyev, Sabahın heyətində isə 7 nömrəli oyunçu Məhəmməd Haqverdiyev. Bizə ayrılmış vaxt burada başa çatır, hörmətli futbol azarkeşləri, sağ olun və ən əsası odur ki, sağlam olun.